Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır, studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı vacib tibb hadisələri baş verib. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin həyata keçirdiyi böyük qayıdış layihəsi bu dəfə Xankəndində. Detalları izləyək. Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə böyük qayıdış proqramı çərçivəsində əhali arasında kompleks tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi ilə bağlı maarifləndirici aksiyaların keçirilməsini davam etdirir. Nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir Xankəndi şəhərində baş tutub. Belə ki, Səhiyyə Nazirliyi akademik Cahangir Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun tibbi heyəti tərəfindən Xankəndi sakinləri üçün 2 günlük kardioloji müayinələr təşkil edilib. Tədbirin əsas məqsədi vətəndaşlar arasında ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müalicənin təyin edilməsidir. Ümumilikdə 2 günlük kardioloji aksiya çərçivəsində 200-ə yaxın vətəndaşın müayinədən keçməsi nəzərdə tutulub. Tədbirin davamı olaraq Elmi Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində maarifləndirmə aksiyası keçirilib. Eyni zamanda tədbir çərçivəsində arzu edənlərin boyu və çəkisi, arterial təzyiqi və nəbzi ölçülüb. Narıncı zibil qutuları bəzək üçün qoyulmuyor. Hamınız bilirsiniz ki, içdiyimiz şirələrdən, istifadə elədiyimiz bir dəfəlik qablardan məhz tullantı kimi ora atmaq üçün bu zibil qablarını bizim üçün qoyublar. Bu isə dünyamızı xilas eləmək üçündür. Əgər qəhrəman olmaq istəyirsinizsə, bunun üçün xüsusi və qeyri-adi nəsə eləməyə, kimisə həyatını xilas eləməyə ehtiyac yoxdur. Dünyanı qurtarmaq üçün sadəcə evinizdəki tullantıları doğru zibil qabına atmağınız kifayətdir. Və ondan sonra başı dik gəzib desəz ki, mən bu dünyanı xilas edirəm, heç kim sizə etmirsən deyə bilməz. Çünki siz ən azı öz üzərinizə düşəni edirsiniz. Yəni tullantıları doğru zibil qutusuna atırsınız. Gəlin xəbərimizi izləyək, çünki bugün bütün dünyada ətraf mühiti qorumaq günüdür. Biz ətraf mühiti qorumalıyıq ki, yalnız özümüz yox, gələcək nəsillər də sağlam böyüsünlər. Bugün 5 iyun Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə hər il qeyd olunan Dünya Ətraf Mühitinin Qorunması günüdür. Bu münasibətlə bir sıra beynəlxalq təşkilatlar ətraf mühitin hazırki vəziyyəti ilə bağlı yeni araşdırmalar açıqlayır. Stockholm Ətraf Mühit İnstitutunun dərc etdiyi hesabatda bildirilir ki, dünya üzrə təmiz su ehtiyatlarının 60%-i çirklənmə və iqlim dəyişikliyi səbəbindən təhlükə altındadır. Hazırlanmış iqlim trendləri 2025 sənədində isə vurğulanır ki, 2024-cü il tarixdə qeydə alınan ən isti illərdən biri olub. İqlim dəyişikliyinin insan sağlamlığına təsiri də diqqət mərkəzindədir. The Lancet Tibb jurnalında yayımlanan son araşdırma göstərir ki, artan istilər və hava çirkliliyi ürək, damar və tənəffüs xəstəliklərinin artmasına səbəb olur. Mütəxəssislər xəbərdarlıq edir ki, ekoloji tədbirlərin təxirə salınması həm təbiətə, həm də insan sağlamlığına ciddi təsirlər göstərə bilər. Bəs bizim hər birimizin ətraf mühiti qorumaq üçün vəzifələrimiz nədir? Mütəxəssislər bildirir ki, dünyanı qorumaq istəyən hər kəs tullantıları azaltmalı, təkrar istifadə və çeşidlənmə vərdişini tətbiq etməlidir. Enerji və suya qənaət edərək resurslardan səmərəli istifadə etməyə çalışmalıdır. Ətraf mühiti çirkləndirməmək üçün ictimai yerlərdə təmizliyə riayət etmək və yaşıl nəqliyyat vasitələrinə üstünlük vermək vacibdir. 110 ailə üzərində araşdırma aparılıb. Onları 2 hissəyə bölüblər. Bir qismində deyiblər ki, uşaqlara mahnı oxuyun, gecə layla yatızdırın, digər qismində isə mahnı oxumayın deyiblər. Və gün ərzində bir neçə dəfə bunlar öz əhvallarını, videoları çəkib göndəriblər alimlərə. Nəticədə məlum olub ki, musiqi, yəni mahnı oxuyan valideynlərin uşaqları emosional olaraq daha inkişaf edir və intellektləri də həmçinin çox daha sürətlə və yaxşı, sağlam inkişaf edir. Mahnının gücünü gəlin siz də görün. Layla demək emosional intellekti formalaşdırır. Uşağın inkişafı jurnalında dərc edilmiş yeni beynəlxalq araşdırma sübut edib ki, laylalar körpələrin xoşbəxtliyi və sakitliyi üçün güclü vasitədir və körpənin inkişafına müsbət təsiri uzun müddət davam edir. Amerika Birləşmiş Ştatlarının Yale Universiteti, Yeni Zelandiyanın Auckland Universiteti və digər aparıcı dünya institutlarının alimləri unikal təcrübə aparıblar. 10 həftəlik proqramda təxminən 4 aylıq körpələri olan 110 ailə iştirak edib. Valideynlər
və körpələr iki qrupa bölünüb. Musiqi qrupunun valideynlərində gündə bir neçə dəfə övladlarına mahnı oxuyub, gecələr layla deyib. İkinci qrup isə normal həyatına davam edib. Hər iki qrupa günün müəyyən saatlarında video çəkib öz əhvalını paylaşmaq tapşırılıb. Nəticədə gün boyu uşaqlarına nəğmə deyən ailələrdə uşaqların yalnız əhvalını deyil, emosional intellektin daha tez inkişaf etdiyi aşkar edilib. Susmaq qızıldır, danışmaq gümüş. Bunu atalarımız deyib. Amma son zamanlar alimlər atalarımızın da səhv elədiyini sübut edirlər. Daimi susmağın, fikirləri deməməyin, emosiyaları öz içimizdə saxlamağın çox böyük fəsadları var. Qəzəbin özünün yükü var və bu qəzəbi içəridə saxlamaq da insanı həqiqətən də daxildən darmadağın edir. Həm psixikasını, həm də fiziki olaraq. Baxaq görək, daimi susmağın fəsadları nədir? Çünki alimlər bunu araşdırıb tapıblar. Uzun müddətli susqunluğun təhlükəli nəticələri açıqlanıb. Öz istəyi ilə uzun müddət danışmamaq insan beyninə mənfi təsir göstərir. Bu barədə Rusiyalı patofizioloq Sergey Stepanov xəbərdarlıq edib. Mütəxəssisin sözlərinə görə belə susqunluq beyində nitqə cavabdeh olan qabıq nahiyəsinin funksiyalarının zəifləməsinə səbəb olur. Uzun müddət danışmamaq beynin nitq funksiyasına cavabdeh olan qabıq hissəsinin fəaliyyətinin zəifləməsinə gətirib çıxarır. Bu zaman həmin nahiyədəki neyronlar arasındakı əlaqələr zəifləyir və insan əvvəlki kimi səlis danışmaqda çətinlik çəkir. Bununla belə həkim qeyd edib ki, danışmağa yenidən başladıqda bu əlaqələr zamanla bərpa olunur və nitq normal vəziyyətinə qayıdır. Müxtəlif tərəvəzlər yeyirsiniz, duzlu qidalar qəbul edirsiniz, sonra da mən şəkər pəhrizindəyəm, qətiyyən şəkər qəbul eləmirəm deyirsiniz. Bu xəbərə diqqətlə baxın. Ağlınıza gəlməyəcək məhsullarda nə qədər şəkər var biləcəksiniz. Son zamanlar qida məhsullarında gizli şəkərin miqdarı artmaqdadır və bu sağlamlıq problemlərinə səbəb olur. Rusiyanın tanınmış dietoloq endokrinoloqu Yurgita Vereyeva gizli şəkərin mənbələrini açıqlayıb. Yarım fabrikat salat sosları. Bu məhsullarda dad artırıcı və konservləşdirici kimi şəkərlərdən istifadə edilir. İkinci məhsul konservləşdirilmiş ərzaqlardır. Təkcə mürəbbələr deyil, həmçinin konservləşdirilmiş noxud və qarğıdalı da şəkər ehtiva edir. Sürətli hazırlanan yarmalar. Bu məhsulların tərkibində şəkər və digər sağlamlığa ziyan olan əlavə maddələr olur. Fast food və qəlyanaltılar da bu siyahıya daxildir. Çipslər, krekerlər və digər qəlyanaltılar şəkər və duzla zəngindir. Pendirli pastaların və hamburger çörəklərinin də tərkibində gizli şəkər olur deyə həkim xəbərdarlıq edib. Dietoloq məhsulların tərkibini diqqətlə oxumağı və şəkər ehtiva edən məhsullardan çəkinməyi tövsiyə edir. Həkim xüsusilə uşaqları şirələr və qazlı içkilər yerinə sadə suya alışdırmağın onların gələcək sağlamlıqları üçün vacib olduqlarını da vurğulayıb. Çalışın masanızda olan qidalar rəngbərəng olsun. Niyə? Çünki alimlər sübut ediblər ki, insanlar daimi olaraq eyni rəngli meyvə və tərəvəzlərdən istifadə etməməlidirlər. Məsələn, pomidorlar və ümumiyyətlə qırmızı tərəvəzlər və meyvələr nəyə xeyirdir? Yaşıllar nəyə? Və yaxud narancılar nəyə? Sən demə, bunların hamısının öz funksiyası var imiş. Hansı rəng, hansı tərəvəz və meyvə nəyə xeyirdir bilmək istəyirsinizsə və nəyə görə masanın üzərində rəngbərəng tərəvəzlər olmalıdır? Bu sualın da cavabı sizə maraqlıdırsa, o zaman süjeti diqqətlə izləyin. Rəngli və sağlam qidalanma xəstəliklərin qarşısını alır. Böyük Britaniyada aparılan geniş miqyaslı tədqiqatın nəticələrinə görə balanslı və rəngarəng qidalanma xroniki xəstəliklərə və erkən ölümə qarşı qoruyucu təsir göstərir. Tədqiqatda Britaniya Biobankı adlı layihə çərçivəsində 124.805 nəfər iştirak edib. Ümumilikdə bu biobankda 500 mindən çox insanın məlumatları toplanılıb. İştirakçılar əsasən 40 yaş və yuxarı olan şəxslər olub və orta yaş həddi təxminən 60 yaş təşkil edib. Tədqiqat 8,7-10,6 il ərzində aparılıb və bu müddət ərzində alimlər iştirakçılar arasında ölüm halları və bir sıra xroniki xəstəliklərin, məsələn, ürək-damar xəstəlikləri, ikinci tip şəkərli diabet, xərçəng, tənəffüs sistemi və neyrodegenerativ xəstəliklərin yayılmasını izləyiblər. Nəticələr göstərib ki, qidalanmada müxtəlif fitokimyəvi maddələrlə zəngin rəngarəng meyvə və tərəvəzlərə üstünlük verən şəxslərdə bu xəstəliklərin yaranma riski əhəmiyyətli dərəcədə aşağı olub.
Hər rəngli qida müəyyən faydalı maddələrlə zəngindir. Məsələn, qırmızı pomidor ürək sağlamlığını dəstəkləyir, yaşıl tərəvəzlər immuniteti dəstəkləyir, narıncı və sarı qidalar gözləri qoruyur, mavi və bənövşəyi meyvələr isə beyin fəaliyyətinə müsbət təsir göstərir. Mütəxəssislər hər gün müxtəlif rəngli meyvə və tərəvəzləri istehlak etməyi və təbii işlənmiş məhsullara üstünlük verməyi tövsiyə edir. Bu həm sağlam, həm də balanslı bir qidalanma üsuludur. Bugün olan xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib səhiyyə xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.